Salam dostlar, bugün size 2 dəkər ayarı göstərəcəm. Bu 2 dəkər ayarını eləyəndə təbii ki də drift modunda eləyin ki, daha da yaxşı qaldırsın. Onda keçək 2 dəkər ayarı. Birinci gəl sizə göstərim. Baxın drift modunda eləyin ki, daha yaxşı qaldırsın. Bunu. Da. Çox baxın. Bunu belə cəldirsiniz, belə içinə soxursunuz, indi gedə bilərik. Bu da aşandı da biraz. Biraz drift modunda olduğuna göre biraz güçten kalkıyor. Çok yaxşı 2 dəkər ayarıdır. Böyle qalxır. Roblox videosu da gələcək. Gəl like atıp abone olsanız. Roblox videoları da gələcək. PUBG də gələcək. Gəlməsi üçün çoxlu abunələr və like atmağı unutmayın dostlar. Bakın böyle kaldırır. Böyle kaldırır. Bir de drift modu olduğuna göre biraz böyle çok gelir. İndi isə keçək 2 dəkər ayarına. Çox yaxşıdır. Sizcə maşın necədir? Yazarsınız, çox yaxşı maşındır, qəşəng görünür. Böyle basırsınız, tuninqə basırsınız. Burada 50 minlik motor alırsınız, o birisine keçirsiniz, 200 minlik alırsınız, offroad alırsınız, nev bunu alırsınız. Hamısını alırsınız geçsin. Gearbox heç də bunlar reset. Suspension'sı belədir. Bunların eynisini eləyin. Bunun eynisini eləyin ki, yaxşı qaldırsın. Sonra isə coğa keçdik, əsirləyir. Bunu biraz bu tərəfə gətireyim. Bu biraz pis qaldırdı. Belə gətir. Все. Belə. Belə. Təkərlər isə bir də təkərlər. Bax bunu eləyin. Tam bunu. Belə elədikdə daha da yaxşı qaldırır. Çox sağ olun dostlar. İnşallah sizdə də olar. İnşallah. Sağ olun.